çətinlik yarandıqda daxilidir. Müəllim tapşırığın daha mürəkkəb hissəsini özü yerinə yetirir, qalan hissəsini əslində elə yanlışdır. Çünki asanı öz etməlidir, mürəkkəbi şagirdə verməlidir. Elə çox güman ki, səhv olacaq. Müəllim mətn üzərində işləyərkən əvvəlcə əsas anlayışları aydınlaşdırır, daha sonra məzmunu öz sözlərlə ifadə etmək istəyir. Cavabını suala dəqiqləşdirir. Elə olar. Çünki mürəkkəb hissəsi şagirdin fəaliyyətidir. Doğrudur. Doğrudur müəllim. Qəşəng. Çünki biz asandı veririk şagirdə, daha çətinliyi ondan istəyirik. Doğru, amma burada deyir ki, müəllim mürəkkəb hissəsini özü eləyir. Bu tamamilə yanlışdır. 2 oxuyun. Bunu da Əli müəllim oxuyun. 2 dəqiqə yaxınlaşdırım. Müəllim yeni mövzunu təqdim edərkən şagirdlərin mövcud biliklərini nəzərə alır. Tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirə biləcək şəkildə qurur. Tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi ilə yerinə yetirilə biləcək şəkildə qurur və bu dəstəyi tədricən azaldır. Bu vəziyyətdə müəllimin pedaqoji yanaşması əsasən hansı fikri əks etdirir? Pedaqoji yanaşma. Öyrənmənin əsas fərdin daxili idraki mexanizmlər nəticəsində baş verdiyini, sosial qarşılıqlı təsir isə yalnız motivasiya edici rol oynadığını qəbul edir. Cümlənin özü qəribə qurulur. Öyrənmənin əsasən fərdin daxili idrak mexanizmlər nəticəsində baş verdiyini, sosial qarşılıqlı təsir isə yalnız motivasiya edici rol oynadığını qəbul edir. Bunu ataq görən nə deyir? Bu fərdin deyəndə, yəni o şagirdin deyir də. Deyir ki, öyrənmənin, bu şagirdin deyir, əsasən şagirdin idraki mexanizmləri nəticəsində baş verir. Fərdin, yəni o tək olan, o tək deyir, tək. Yəni burada təklikdən də danışılmır axı bu. O baxımından. Daxili bir proses hesab eləyir burada öyrənməni. Sosialın rolu azaldı. Axı biz Vygotsky'dən danışırıqsa, burada sosial öyrənməni dəstək önə gəlməlidir. Bu motivasiyanı deyir. Ancaq deyir, yəni o motivasiya edici rol oynayır. Azaltdı burada sosialı. Götürə bilmərik bunu. Bəli. Təlimin şagirdin mövcud bilik və bacarıqları səviyyəsində təşkilini əsas götürür və xarici dəstəyin yalnız çətinlik yarananda tətbiq edilməsini məqsədə qoyur. Xarici dəstək çətinlik yarananda deyil, yəni əvvəldən də çətinlik çəkməsə də yəni eləyə bilərik bunu. Ay, sağ ol. Bəli. Şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanlarını mərhələli şəkildə reallaşdırır. Şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanlarını mərhələli şəkildə reallaşdırır. Bu ceyni saxlayaq. Biliyin əsas ardıcıl, məşq, təkrarlanma və möhkəmləndirmə yolu ilə formalaşdığını, sosial dəstəyin isə bu prosesini sürətləndirən yardımcı amil olduğunu irəli sürür. Şagirdin müstəqil fəaliyyəti nəticəsində əldə etdiyi şəxsi təcrübənin öyrənmənin əsas mənbəyi olduğu, müəllimin dəstəyi isə minimal olmalı olduğunu vurğulayır. Bu biraz daşdırıcıdır. Bir dənə baxaq. Əli müəllim, bir dənə ipucu verim sizə ki, sırf situasiyamıza uyğun cavab axtarırıq, ha? Situasiyamıza köklən. Gör, orada müəllim minimumdur, onun fəaliyyəti orada. Minimum deyil. Ay, sağ ol. Minimum deyil. Minimum deyil. İndi burada C ilə D-ni bir dənə incələyək. Aha. Şagirdin öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf bu elə C-dir deyil. Bəli. Elə C-dir. Çünki, bax, burada mən bir dənə əlavələr eləyim, Əli müəllim. Qəşəng təhlil eləyirsiniz əslində. Bax, bir dənə əlavələr eləyim ki, A bəndi, bayaq dediyim kimi, burada öyrənməni bu daxili proses sayır. Yəni, burada sosialın rolunu tamamilə azaldır. Amma görün situasiyada nə deyir? Deyir, mövcud bilik deyir, yeni mövzunu təqdim edərkən şagirdin mövcud biliyini nəzərə alır, tapşırıqları daha bacarıqlı şagirdlərin dəstəyi üzərində qurur. Axı, skafı burada, deməli, sosial bacarıqlar öndə olmalıdır bu.
və müşahidə eləyir şagirdi ki, görür ki, hə, deməli eləyə bilirlər, o dəstəyi azaldır. Ona görə A-nı götürmürük. B-də də bizə deyir ki, yalnız çətinlik çəkəndə, axı gəlin baxaq görək, burada görün müəllimin sosial deməli dəstəyi sistemli şəkildədir. Görün nə qədər mövcud bilikləri nəzərə alması, tapşırıqları qurması, şagirdlərin potensialını nəzərə alması. Axı yoxdur burada elə şey. Deyir ki, burada yalnız çətinlik çəkəndə. Amma xeyr, sistemli şəkildədir bu situasiyamızda dəstək. C-də bəli, görürsüz, C-də görün necə deyir ki, C-də deyir ki, öyrənmə prosesində sosial qarşılıqlı təsir vasitəsilə potensial inkişaf imkanları mərhələli şəkildə reallaşdırılır. Deməli, şagirdlərin burada potensialları nəzərə alınaraq dəstəklənir. Bax, situasiyaya daha diqqət yetirin. Görürsüz, deyir ki, mərhələli şəkildə potensialları daha bacarıqlı şagirdlərin dəstəyi üzərindən qurulduğu üçün onların potensial imkanları nəzərə alınır. Ona görə C variantı götürək. Amma D-da deyir təkrar. Burada nə deyir? Təkrarlama. Təkrara əsaslanmaq sonra da vurğulayır ki, sosial dəstəyin bu prosesi sürətləndirər. Sosial dəstəyi də burada yenə ikinci plana atdı. Sosial dəstəyi əsas saymadı. D variantında. Ona görə onu götürmürük. E-də də deyir ki, müəllimin dəstəyi minimal deyil. Axı, görürsünüz, situasiyamızda verilir ki, müəllim ancaq aktiv dəstək göstərir. Sona qədər aktiv dəstək göstərir. Baxdı ki, şagird düşdü, deyək ki, sistemli şəkildə həll eləyə bilir, onda dəstəyi çəkdi. Amma müəllimin fəaliyyəti minimum deyil, aktivdir bu situasiyamızda. Ona görə biz burada da E-ni götürə bilmirik.